Herkese salam, mən Tural Daşdəmirov. OS proqramları üzrə təlimçi olaraq çalışıram və həmçinin ambar alış-satış proqramlarının proqramlaşdırılmasını həyata keçirirəm freelance olaraq. Bugün sizlərə ən geniş formada find və replace əməliyyatlarının necə işlədiyini izah edəcəm. Çalışacağım ki, heç bir kənar sual qalmasın, tam ətraflı şəkildə. Bunu izah etmək üçün ilk öncə xananın daxili və görünüşü haqqında danışmaq istəyirəm. Çünki biz bunu bilməsək, axtardığımız məlumatları tapmaya bilərik. Misal üçün, baxın, bu xananın görünüşünü bura baxarkən görürük, xananın daxilini isə burada görürük. Hal-hazırda xananın görünüşü ilə daxilində olan məlumat eynidir. Amma bu fərqli də ola bilər. Misal üçün, buradan yuvarlaqlaşdırma etdim. Hal-hazırda xananın görünüşündə nöqtədən sonra 2 rəqəm var, xananın daxilində isə nöqtədən sonra 3 rəqəm var. Bunlar axtarış zamanı bizə mane ola biləcək nüanslardır. Bura baxdıqda isə, baxın, xananın içərisində maksimum 39-4 görürük, xananın görünüşündə isə 43 görürük. Gəl ilk öncə buna aid misal verək. Ümumiyyətlə, bu əməliyyatların qısa yolları Ctrl-F və replace'in qısa yolu olacaq Ctrl-H. Mouse üzərinə gətirdikdən sonra qısa yolu görmüş olacaqsınız. Başlayaq find əməliyyatından. Baxın, find əməliyyatını yerinə yetirmək istəyirəm. Baxın, deyək ki, bu hissəni bağladım. Gördüyünüz kimi, bu xananın dəyəri nədir? Xananın daxili, daha doğrusu, nəyə bərabərdir? 12 tam 1000-345-ə. Gəl, axtaraq bunu. Baxın, 12 tam 1000-345. Baxın, axtardığımız zaman məlumatın olmadığını bizə dedi. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, hal-hazırda Excel xananın görünüşünə görə axtarır. Yəni, 12 tam %35-i axtarır. 12 tam 1345-i axtarmayacaq. Əgər yox, xananın daxilini görmək istəyirsinizsə, Options, baxın, bu menüyü buradan açaraq, buradan Values əvəzinə, yəni xananın görünüşünə əvəzinə, Formulas, yəni xananın daxilini seçməlisiniz. İndi isə, baxın, Find Next üzərinə tıkladığımda artıq məlumatı bizim üçün tapdı. Yəni, qısaca olaraq desək, axtardığımız məlumatı buraya yazırıq. Əgər axtardığımız məlumat xananın görünüşündəsə, Values'dan axtarırıq. Xananın daxilindəsə, Formulas'dan yazaraq axtarırıq. Misal üçün, baxın, xananın görünüşündə nə görürsünüz? 12,135. Mən 12,135-i bu dəfə tərsinə edək. 12,135 yazıram və Find Next vururam. Gördüyünüz kimi tapmadı. Amma desəydim ki, xananın görünüşündən axtarım. Values, Find Next vurduqda gördüyünüz kimi məlumat tapıldı. Bir çox insan bunu bilmədiyindən dolayı axtardığı məlumatları tapa bilmir. Bu səbəbdən dolayı həm də bu videonu çəkirəm, həm də geniş məlumatınız olsun. Tamam, bunun haqqında qısa məlumat verdik, görünüş və daxili. Bəs axtardığımız məlumatlar, baxın, tutaq ki, belə deyək, 43 burada da var. Digər səhifədə də 43 yazın, baxın burada. Mən də 43'ü axtarıram. Find Next üzərinə vurduqda, gördüyünüz kimi buradan tapdı, 43'ü tapdı. İkinci dəfə vurduqda, baxın, ayrı digər səhifədən məlumatı tapmayacaq. Niyə? Çünki biz bura Sheet seçmişik. Sheet. Və yaxud da baxın, bu beləliklə Sheet seçdiyimiz üçün nə olur? Yalnız bir səhifədən axtarır. Yox, əgər siz hansısa bir ərazi seçmişsinizsə, baxın, mən misal üçün seçdim bu ərazini, yəni ən azından 2 xana seçmişsinizsə, və burada da Sheet qeyd olunubsa, Workbook yox ha, burada Sheet qeyd olunubsa, bu zaman Excel axtarışı yalnızca seçdiyiniz ərazi içərisindən axtaracaq. Baxın, Find Next edək. Gördüyünüz kimi, yalnızca buradan axtardı və dedi, belə bir məlumat yoxdur. Amma mən bu hissəni seçsəm, Find Next üzərinə tıkladıqda artıq məlumatı tapacaq. Təkrar Find Next vuraq, nədir? Məlumat bir də ədəd olduğu üçün artıq buranı göstərdi. Daha yaxşı olar ki, mən bir neçə dənə yazım burada. Baxın, seçdim bu ərazini. Baxın, Find Next üzərinə vurdum, bunu tapdı. İkinci dəfə vurduqda gördüyünüz kimi tapmır. Yox, əgər siz hər hansı bir xana seçməmişsinizsə, yəni daha sonra xana səhv dedim, ərazi seçməmişsinizsə, bir xana seçilirsə, onda burada Sheet olduğu üçün bütün səhifədən axtarış edəcək. Baxın, Find Next üzərinə vurdum, bunu tapdı, təkrar Find Next vurdum, bunu tapdı və hər ikisini görmüş oldum. Və sizə tövsiyə edirəm ki, bu dediklərimi də siz özünüz üçün bir qeyd formasına tutun. Yox, əgər burada workbook olsaydı, yəni nə olardı?
bizim hansı hissəni seçib seçmədiyimiz heç bir önəmi olmazdı. Biz find next üzərinə vurduqda baxın, bunu tapdı, getdi digər səhifədəki məlumatı tapdı, bunu tapdı, bunu da tapdı. Artıq getdi bütün səhifələrə baxdı. Yəni 100 səhifə olsa 100-ündən də axtarış edəcək. Aydındır? Sheet seçilirsə, qısa üzərindən keçək. Sheet seçilirsə əgər burada, seçdiyimiz ərazi varsa yalnızca onun daxilindən axtarır. Seçməmişiksə bütün səhifədən axtaracaq. Yox, ya sheet əvəzinə burada workbook qeyd olunubsa, bu zaman bu bizim seçdiyimiz əraziyə baxmadan bütün səhifələrdə axtarış edəcək. Belə. Artıq keçək ikinci hissəyə. Bu daha az istifadə olunan yerdir. Bunu izah etmək üçün gərək mən burada belə bir şey yazım. Bəlkə bunu belə formada yazım. Aha. Seçdiyim xanaya baxır Excel axtarış edərkən A1 xanasını seçmişəm. Yeri gəlmişəm bunu sheet edir. 43-ü axtararkən rows necə axtarır? Əvvəlcə bu sətirdən axtarır. Olmasa keçir bu sətirə. Yəni sətir-sətir axtaracaq. By columns nə edir? Seçdiyimiz xanadan başlayaraq bu sütunu axtarır. Olmasa digər sütunda bu formada davam edir. Misal üçün, baxın. By rows seçdiyimiz üçün biz birinci sətirdəyik. İlk 43 ədədi olduğu sətirlərdəyik. Buna ən yaxın ikinci sətirdədir. Baxın. Find next vurduqda gəldi, bunu tapdı. Sonra bunu yox, bunu tapacaq. Çünki sətir-sətir axtarır. Baxın. Bu formada axtarış edəcək. İndi təkrar qayıtaq başa. By columns seçdiyimizdə isə artıq sütun axtaracaq. Əvvəl A-nı, sonra B-yi, sonra C. Find next etdik. A-dan tapdı, sonra B-dən, sonra B-dən digərini tapdı, sonra D-ni tapdı. Bu formada axtarış edəcək. Tamam. Buna baxmışdıq. Vaxtınızı almaq istəmirəm. Formulas və values bu hissəsindən. Not comment nədir? Əslində 365 versiyasında artıq kommentlər adı not ediblər. Not da komment adını not ediblər. Beləliklə. Komment özü isə ayrı bir formaya çevrilir. Mən not üzərindən göstərəcəm. Ta ki, baxın, hansısa bir səhifədə burada bir qeyd yazılıb. Shift F2 vuraq, qeydi əlavə edirəm. Misal üçün, burada yazıram ki, yoxlama. Yoxlama yazdım bura. Formada gəldim Sheet 1 səhifəsinə. Və mən o bayaqki yazdığım qeydi tapmaq istəyirəm. Workbook seçirəm ki, bütün səhifələrdən axtarsın və burada yoxlama yazıram. Yoxlama yazdım. Ben find next üzərinə tıklayan kimi burada nə vaxt baxan, tamam. Tapmayacaq əlbəttə. Niyə? Çünki burada not seçməmişik. Not seçməliyik. Ben find next üzərinə vuran kimi gəldi həmin notun olduğu xananı tapdı. Yəni notlarınızın içərisində nəsə, kommentlərin içərisində nəsə axtarmaq istəyirsinizsə, uyğun seçimi etməlisiniz burada. Qaydıram values qisminə. Tamam. Bundan sonra nəyə baxa bilərik? Baxın, mən A hərfi yazsam burada, sheet seçin. Baxın, A hərfi qeyd etmişəm burada. Find next-ə vurduqda nə edir? İçərisində A hərfi olan bütün xanaları buradan tapır. Yeri gəlmişkən siz siyahı formasında axtarılan məlumatları görmək istəyirsinizsə, bu zaman find all üzərinə vurmalısınız. Belə olduqda bütün buna uyğun, axtardığınız məlumata uyğun bütün məlumatları buradan tapacaq nəticə etibarilə. Növbəti izah etmək istədiyim nüans isə nədir? Baxın, misal üçün burada Tural yazdım. Misal üçün, baxın, mən gəlirəm burada Tural yazaraq axtarım. Yazdım. Find next üzərinə tıkladıqda baxın, gəldi bu xanada Tural yazdı, burada da Tural yazdı. Hər ikisini tapmış oldu. Deyək ki, mən burada və yaxud da gərək bu hissədə, asan Excel qismində, bunu da kopyalayayım aşağı. Birində asan sözün kiçik hərfini yazım. Mənə lazım ki, sırf asan sözü kiçik hərfli olanı tapsın. Amma mən yazdıqda o hərf növünə diqqət etmir. İndi diqqət etdiyi yer var, bir dənə onu deyəcəm. Asan yazıram, find next-ə vurduq, find all-a vurduqda baxın. Bunu tapdı, bunu tapdı, hər ikisini tapdı. Əgər yox desəz ki, sırf burada yazdığınız kimi axtarsın, böyük hərfsə böyük, kiçik hərfsə kiçik hərfini tapsın, onda match case seçməlisiniz. Artıq bu aktivdirsə, baxaq, find all üzərinə vuraq, baxın. Yalnızca bunu tapdı, bunu tapmadı artıq. Gördüyünüz kimi, baxın, yalnızca bunu tapdı. Əgər match case aktivdirsə, bu işarələnibsə, bu formadadırsa, axtarış zamanı böyük hərflə kiçik hərf bir-birindən bərabər olmadan axtarış edəcək. Əgər yox, bu işarə yoxdursa, bu zaman axtarış zamanı hərfin böyük və ya da kiçik olduğuna əhəmiyyət verməyəcək.
Bu oldu belə. Növbəti məsələ, bunu izah edeyim. Bu nə üçündür? Baxın, mən Tural yazıb axtarıram burada. Yazıram Tural. Tural yazıb axtarıram. Find all üzərinə vurduğunda gördüyünüz kimi həm Tural, həm də Tural daşlamam. İkisini də nə etdi? İkisini də tapdı. Məlumatların hər ikisini tapdı. Amma istəyirəm ki, yalnızca Tural yazılan xananı tapsın. Yəni, yanında nəsə varsa onu tapmasın. Bu zaman nə etməliyəm? Bu zaman bu seçimi etməliyəm. Baxın, find next üzərinə vurduqda artıq gəlib sırf Tural yazılan xananı tapır. Find all vuraq. Gördüyünüz kimi yalnızca bunu tapır, digərini tapmadı. Yəni, yazılı söz nəsə onu tapır, yanında nəsə varsa onları tapmayacaq. Belə deyək. Bu da tamam. Bundan əlavə olaraq, siz ulduz və sual işarələri ilə də axtarış edə bilərsiniz. Bunu bağlayıb təkrar edəcəm bircə dəqiqə. Baxın, mən misal üçün, mənə lazım burada A hərfindən başlayan məlumatları tapım. A ulduz yazaraq bunu tapa bilərsiniz. Find next üzərinə vurduqda deyə bilərsiniz ki, yaxşı, bəs niyə görə bundan tapmadı? Əslində A ilə başlayan məlumatları axtarır. Amma axtarışımızda biz bunu seçmədiyimizdən dolayı içərisində A ulduzu olanları axtarır. Yəni, ulduz hər hansı bir məlumat anlamına gəlir. Baxın, əgər biz bunu seçsək artıq, içərisində A ulduz olanları yox, A ulduza bərabər olanları axtaracaq. A ulduzu biraz daha geniş şəkildə izah edəcəm. Filtrdə də həmçinin ulduz sual işarələri var. Onlar da eyni qaydana burada da işləyir. Find next üzərinə burada da gördüyünüz kimi nə etdi? A hərfindən başlayan tapdı, find next bunu tapdı, find next yenə bunu tapdı. Yəni, artıq içərisində A hərfi olanları yox, A hərfi ilə başlayanları tapdı artıq. Ulduz necə işləyir? Baxın, ulduzun yerində çoxlu simvol da ola bilər, bir simvol da ola bilər. Misal üçün, A ulduz nöqtəyi, baxın, A ulduz yazmışam burada, .com yazıram burada. Find next vurduğunda tapır, hər ikisindən tapır. Yəni, ulduzun yerində çoxlu simvol olsa da tapır. Yəni, ulduz hansı hissəni görür burada? Bu hissə ulduz kimi qəbul edir. Yəni, deyir ki, A hərfindən başlayır və sonu .com ilə bitir. Bu anlama gəlir ulduz. Ulduzun yerində bir simvol da ola bilər. Çox simvola baxdıq. İndi bir simvola baxırıq. L hərfini yenə ulduz yazmışam. Find next vurduğunda yenə də hər ikisini tapmış oldu. Aydındır. Hər ikisini tapdı. Bura. Və yaxud da ulduzun yerində heç nə olmasa da tapır. Baxın. Find next vurdum. Heç nə olmasa da yenə nə olacaq? Yenə də məlumatları tapmış olacaq. Yəni, ulduzun yeri 3 hal var ulduzda. Ulduzun yerinə heç nə olmaya da bilər, bir simvol da ola bilər, çoxlu simvol da ola bilər. Bunu özünüz üçün qeyd aparsanız daha yaxşı olar. Bəs bizə belə bir şey lazımdırsa ki, 5 hərfdən ibarət məlumat tapaq. Belə olduqda 5 dənə ulduz yazsaq, bizim işimizə yaramayacaq. Çünki ulduzun yerində heç nə olmaya da bilər, bir simvol da, çoxlu simvol da ola bilər. Bütün məlumatları tapmış olacaq. Find next vuraq. Hamısını tapır. Yəni, bir ulduzla 5 ulduzun heç bir fərqi yoxdur burada. Ulduz nə edir? Hər hansı bir məlumat olan xananı gedib tapır. Bunun əvəzinə bir simvol axtarmaq istəyirsinizsə, bu zaman sual işarəsindən istifadə edəcəksiniz. Mən misal üçün yazıram ki, T hərfindən başlayan və 5 simvoldan ibarət olan mətni tapsın. Artıq baxın, bunu yerinə yetirirsən, baxın. Gəldi, bunu tapdı. Ancaq bunu tapacaq, çünki 5 hərfdən ibarət T hərfindən başlayan yalnızca budur. Və yaxud da 5 sual yazaraq da 5 hərfdən ibarət hansısa bir məlumatı tapa bilərsiniz. Misal üçün, mən bu dəfə 2 sual istifadə edirəm. İstəyirəm bunu da görəsiniz. Find next üzərinə vurduqda fərqi yoxdur, ədəd olsun, mətn olsun. 2 simvoldan ibarət olan məlumatları tapmış olacaq. Hardan axtarıb tapır? Values'dan, görünüşdən hal-hazırda. Formulasının üzərinə vuraq, baxaq. Baxın, ancaq birini tapdı, 43. Niyə görə yalnızca bunu tapdı? Çünki baxın, bu xananın üzərinə vurduğunda gördüyünüz kimi içərisində məlumat çoxdur. 2 simvol deyil, çoxdur. Artıq bunu da öyrənmiş olduq. İndi isə xananın içərisindən necə axtarış edirsə ona baxaq. Misal üçün, bizə lazım ki, maksimum funksiyası yazılan yeri tapaq. Biz nə edəcəyik? Buraya yazacaq, max yazacaq. Burada formula seçildiyi üçün gedib xananın içərisinə baxacaq. Baxın, find next vuran kimi gördüyünüz kimi max yazılan xananı tapmış oldu. Belə. Bunlara da baxmış olduq artıq. Nisbətən az istifadə olan seçimlərdən biri də formata görə axtarış etməkdir. Format dedikdə yalnızca rəngi düşünməyək.
Number formatda ola bilər, nəsə belə digər formatlar da ola bilər. Misal üçün, mən burada bu xananın rəngi saraldacağım, sarı rəng. Biz deyək ki, sırf sarı rəng olan və içərisində 4 olan xananı tap. Sarı rəngdə olsun, içərisində 4 olsun. Yer gəlib ki, burada bir dənə sarı edək. Bu xananı 55 yazaq bura. Formatın baxın üzərinə tıklayaraq istədiyiniz formatı buradan seçə bilərsiniz. Burada ümumiyyətlə formatlar çoxdur. Buradakı formatların bənzəri burada var. Sadəcə olaraq yerləşmə yeri fərqlidir biraz. Fil buradakı əməliyyatla eynidir. Mən misal üçün deyirəm ki, içərisində sarı rəngdə olan xananı tap. OK düyməsini vururam. Gördüyünüz kimi rəng burada göründü. İçərisində sarı və 4 yazılan xananı tap deyirəm. Bax, find next vurduqda gördüyünüz kimi bu xananı tapdı. Növbətə find next vurduqda bu xananı tapmayacaq əlbəttə. Yox, əgər bunu buradan silsəz nə olacaq? Find next vurduqda gedib sarı rəngdə olan xanaları tapmış olacaq. Belə. İndi mən yazsam ki, Tural sözünü axtar. Yazıram bura Tural. Find next üzərinə vurduqda baxın tapmayacaq. Niyə tapmır? Çünki sarı rəng burada yaddaşda qalır. Demişik axı, xana sarı olsun. Bu səbəbdən dolayı nə etməliyik? Biz buradakı formatı təmizləməliyik. Preview yazılmalı deyil. Clear eləməliyik ki, no format set yazılsın ki, formata baxmadan axtarış etsin. Bax, find next vurduqda gördüyünüz kimi nədir? Artıq axtarış etmiş oldu. Belə. Tamam. Formatdan başqa nələri tapa bilərik? Beləliklə, çox genişdir. Burada çox xırdasılığa gedə bilərik. Prosta mən bir neçə misal göstərəcəm ki, onun haqqında məlumatınız olsun. Bax, mən burada birləşmiş xana seçirəm. Bax, merge center etdim. Birləşmiş xana seçmişəm. Və yaxud da burada isə mən wrap text istifadə etmişəm. Görürsünüz, birləşmiş xana wrap text. Gəl, indi harada birləşmiş xana var, onları yeri tapaq. Bunun üçün formatın üzərinə vurduqdan sonra, baxın burada alignment, görürsünüz, buna eynidir. Alignment yazı eynidir. Buradakı əməliyyatlar burada var, daha geniş şəkildə həm də. Baxın, mən deyirəm ki, mənə lazımdır birləşmiş xanalar. Merge ses hal-hazırda olanı da olmayan hamısını axtarır. Mən burada işarəni etməliyim, bu formaya getirməliyim. Bunu dəyişdim. İndi OK düyməsini vurdum və burada heç nə yazmıram. Mənə lazımdır birləşmiş xanalar. Find next üzərində vuran kimi gördüyünüz kimi birləşmiş xananı tapdı. Başqa birləşmiş xana varsa find next-ə hər dəfə vurduğunuz onu tapacaq. Bu dəfə isə wrap text tətbiq olunan xananı tapmaq istəyirəm. Formatın üzərinə vurdum. Merge-ü baxın bu formaya gətirdim. Merge, yox bunu yox. Burada ortaq bir format var. Gəl onu da clear eləyib tezdən tətbiq edək. Tamam. Wrap text aktivləşdirdim. OK düyməsinə vurdum. Find next üzərində vuran kimi sırf wrap text tətbiq olunan xananı tapmış oldu. Burada başqa nələr var? Başqa burada nə bu? Xananın solunda, mərkəzindən sağında olan yazını tapsın. Və yaxud da number formatında məlumat tapsın, text formatında məlumat tapsın və s. Buradan hansısa bir format qeyd edərək formatlar üzrə də cədvəldən axtarış edə bilərsiniz. Yəni bunlar hamısı orada keçərlidir. Tamam. Gəlin artıq bunu edək. Buradan clear əməliyyatla üzərinə vuraq. Bunlar nə oldu? Bunlar oldu axtarış məlumatları. Bəs belə bir şey lazım olarsa, mən məhsulun adında ulduz işarəsi qeyd etmişəm. 2, ulduz, 3. Belə deyək. Belə olduqda sırf ulduz yazılan yeri necə tapa bilərsiniz? Bu klaviaturanı sizə göstərəcəm indi buradan. Klaviaturada baxın, burada belə bir işarə var. Bu hissədə shift ilə yazılır. Bu işarəni əlavə edərək, baxın, shift ilə yazdım bu işarəni mən. Əlavə edərək sırf ulduz işarəsi və yaxud da sol işarəsinin özünü də axtarıb tapa bilərsiniz. Məsələn, ulduz yazılan yeri tapmaq istəyirəm. Find next üzərinə vurduqda baxın, tapdı. Əgər yox, bu işarəni yazmasaq bəs nə olur? Ulduz yazdıqda artıq hər hansı bir məlumatı gedib axtarıb tapacaq. Yəni, ulduz hər hansı bir məlumat deməkdir. Belə. Bununla axtarışı tamamlamış olduq. Bəs replace nədir? Replace-də də bu axtarış və yaxud da format keçərlidir hamısı. Replace-də isə bir məlumatı digər bir məlumatla əvəz edə bilərsiniz. Mən misal üçün bunun üçün bir nümunə bir fayl açacağam. Nümunə faylı açdıq. Baxın, misal üçün sizin kompüterinizdə ədədlər nöqtə ilə yazılır. Daha sonra sizin kompüterinizdə ədədlər vergüllə yazılır. Amma sizə göndərilən cədvəl nöqtə iləndir. Bütün nöqtələri misal üçün vergüllə əvəz edə bilərsiniz. Misal üçün yuxarıya deyirəm ki, nöqtəni tap və sil. Onun əvəzinə nə yaz? Onun əvəzinə deyirəm vergül yaz.
Baxın, qeyd etdim. Burada nəyə diqqət etməlisiniz? Mütləq şəkildə. Birinci məsələ, ərazini seçdiyinizdən əmin olun. Əks halda o gedib nə edəcək? Əks halda gedib tarixlərin nöqtəsində dəyişəcək. Yəni, ərazi seçdiyinizdən mütləq şəkildə əmin olun, seçmişik. İkinci bir məsələ. İkinci məsələ isə buradan workbook yox, sheet seçildiyindən əmin olun. Çünki sheet yox, workbook seçilibsə, o gedəcək bütün səhvlərdə, harada nöqtə varsa, tarixlər, cümlələr, ortasında nə qədər nöqtə varsa, hamısı silib, nə edəcək? Yeni vergül yazacaq, qarışdıracaq bütün məlumatlarınızı. Bu səbəbdən dolayı deməli, birinci yer seçməlisiniz ki, ancaq burada olsun əməliyyat, kənara çıxmasın. İkinci, buradan açıq deyilsə, uzaq optionsa daxil olaraq buradan sheet seçməlisiniz. Artıq üçüncü əməliyyat olaraq replace bir baxıb da tək-tək replace edə bilərsiniz. Hamısını birdən nə edəcəyik? Biz əvəz edəcəyik. Baxın, replace all üzərinə vurdum. Gördüyünüz kimi, nə qədər nöqtə varsa, hamısı əvəz olundu. Xananın daxilindən söhbət gedir əlbəttə. Deyə bilərsiniz, bəs buradakı nöqtə nə oldu? Burada nöqtə yoxdur, baxın. Xananın daxilinə gedib 900-dür. Yəni, bu nöqtə sadəcə olaraq görünüşdə var, içərisində yoxdur onsuz da. Ona görə belə görünür. Və yaxud da əksinə ola bilər. Sütun seçirəm, deyirəm, nə qədər vergül varsa, hamısını nöqtə edir. Vergül seçirəm, aşağıda nöqtə yazıram. Replace all üzərinə vuran kimi baxın, hamısını əvəz etmiş oldum. Bundan əlavə ulduz və sol işarələrini istifadə edə bilərsiniz. Mən misal üçün sütun seçirəm. Yuxarıda boşluq və ulduz yazıram. Yəni deyirəm ki, boşluq işarəsini harada görsən, boşluğu və ondan sonrası nə et? Hamısını misal üçün deyirəm, A hərfi ilə əvəz et. Belə olsa soyadlar hamısı silinib, sonunda A hərfi yox, belə deyil. Bir dənə tere işarəsi atıram, tere işarəsi atıram. 1-2-3 dənə tere atıram, baxın. Boşluq ulduzu 3 dənə tere ilə əvəz edəcəm. İndi fikir verin, yer seçmişik, tamam, düzdür. Replace all üzərinə burada da fikir verin, soyadların yeni, boşluq və soyadın yeni 3 dənə tere işarəsi atdı. İndi geri qaytarıram əməliyyatı. Ctrl-Z vuraq, geri qaytardıq. Əgər aşağıda heç nə yazmasaz bəs nə olar? Heç nə yazmadıqda isə o soyadları oradan silib atacaq. Baxın, replace all vurdum, boşluq ulduz. Nə qədər varsa hamısını silib atmış oldu. Ümumiyyətlə, nəsə silmək istəyirsinizsə, yuxarı yazırsınız, silmək istədiyiniz yazını, aşağı heç nə yazmırsınız. Replace all vurduqda həmin məlumatları oradan, həmin işarələri seçdiyiniz ərazidən təmizləmiş olacaq. Bu da olur replace əməliyyatı. Sonda bu I hərfi, I hərfinin haqqında danışmaq istəyirəm. Axtarış zamanı, baxın, burada mən belə bir şey yazdım. Baxın, burada yazaq. Burada qeyd edirəm, İmran sözünü yazıram. Sözləri necə yazıram, hansı düymələr vururamsa istəyirəm, siz onu görəsiniz. Belə göstərəcəm. Baxın, yanlış üsul belədir. Baxın, burada ingilis dilində yazılır. Bunun yanlış üsuldur. Çünki I yox, bu Azərbaycan dilində qarşılığı I-dır. Amma ingilis hərfində I hərfidir, I hərfi. Amma bu böyük I hərfinin Azərbaycan dilində qarşılığı nədir? I, sarı sözündəki I hərfidir, I deyil. I yazdım, I yazdım. Enter düyməsinə vurdum, baxın, bu yanlış üsuldur. Düzgün üsul necə olmalıydı? Düzgün üsul isə buradan dili dəyişək, Azərbaycan dili. Belə yazılmalı, I ilə. İndi deyə bilərsiniz, nə əlaqə? İndi izah edəcəm burada. Baxın, mən axtarış edirəm. Ctrl F vurdu. Burada özüm vurmalıyım. Tamam, Ctrl F vurdu. Bu mane oldu desə. Tamam, buradaymış. Tamam. Baxın, mən İmran yazıb axtararkən normalda böyük hərfin kiçik hərf fərqi olmamalıdır. Amma axtaranda fikir verin. Gördüyünüz kimi bunu tapmır. Üzərini nöqtəli olanla nöqtəli olmayanlar bir-birinə bərabər deyil. Yəni, baxın, Azərbaycan dilində olan, ingilis dilində olan böyük I hərfi, ingilis dilində olan, yox bu deyil, dil dəyişək, böyük I hərfi, Azərbaycan dilində olan sarı sözündəki fərqi yoxdur, istər böyük olsun, istər kiçik olsun, sarı sözündəki I hərflərinə bərabərdir. İngilis dilində olan kiçik I hərfi isə Azərbaycan dilində yeni sözündə olan I hərfinə bərabərdir. Yəni, üstün nöqtəli olanlarla nöqtəli olmayanlar bir-birinə bərabər deyil. Qısa formada belə yada saxlaya bilərsiniz. Yəni, bəzən də bu səbəbdən dolayı insanlar axtardığı məlumatları tapa bilmirlər. Yəni, siz məhz seçməsəz belə, bu hərflərlə bu hərflər bir-birinə bərabər olmayacaq. Bunu da bilmiş olduq. Düşünürəm ki, bu qədər kifayət edər. Əgər sizin üçün də yararlı oldusa, bəyənməyinizi və yaxud da öz fikirlərinizlə yorum yazmanızı
yəni yorum yazsaz daha yaxşı olar. Yəni sizə hansı mövzular yararlısa çalışıram ki, o mövzular üzrə videolar hazırlayım. İzlədiyiniz üçün çox sağ olun. Son olaraq da bu sayt asanexcel.com saytına daxil olaraq da oradan da məlumatlar əldə edə bilərsiniz. Bundan əlavə olaraq həmin sayta baxdıqda Instagram, Telegram, digər əlaqələri də orada əlaqə bölməsindən görə bilərsiniz.